İcra taksonomiyasının mərhələsi ilə bağlı sualla tanış olaq. Müəllim şagirdlərə Xurşudbani Natəvan əsərindən bir epizod təqdim edir. Natəvanın xalqın rifahı naminə mülkündən və şəxsi xoşbəxtliyindən imtina etməsi. Müəllim şagirdlərdən tələb edir ki, bu addımın mənəvi baxımdan böyük fədakarlıq, yoxsa rasional baxımdan strateji bir gediş olduğunu neynəsinlər? Müəyyənləşdirmək üçün obrazın dialoqlardakı tarixi faktlar ilə müəllifin subyektiv mühakimələrini bir-birindən ayırsınlar, bu qərarın arxasında duran daxili ziddiyyətləri üzə çıxarsınlar. Müəllimin reallaşdırdığı tapşırıq icra taksonomiyasının hansı mərhələsinə aiddir? Baxın, müəllimin burada şagirdlərdən tələbi nə idi? Natəvanın qərarının mənəvi baxımdan fədakarlıq, yoxsa rasional baxımdan strateji bir addım olduğunu müəyyənləşdirmək. Görürsünüz, altından açar məqamlarını xətt çəkmişəm. Obrazın dialoqlardakı tarixi faktlarla müəllifin subyektiv mühakimələrinin bir-birindən ayrılması, baxın, bir-birindən ayrılması, bu qərarın arxasında duran daxili ziddiyyətlərin üzə çıxarılması. Burada ayırmaq, müqayisə etmək, fərqləndirmək, strukturu araşdırmaq, daxili ziddiyyətləri üzə çıxarmaq, səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək. Biz icra taksonomiyasının hansı mərhələsində bu açar feillərdən istifadə edirdik, əziz müdavimlər? Sanki təhlil etmə mərhələsi dediyinizi eşidirəm. Bəli, təhlil etmə mərhələsində tarixi faktlarla müəllif mühakimələri fərqləndirilir. Obrazın davranışının səbəbləri təhlil edilir. Daxili ziddiyyətlər müəyyən edilirdi. Gəlin, digər variantlara da göz ataq. Burada bizim variantımız olacaq təhlil etmə. Baxın, bu tip suallarda ümumiyyətlə sualı oxuyan zaman açar məqamların altından xətt çəkin. Sizə sualın 50% həllində istiqamət verəcək açar məqamları mütləq özünüz üçün qeyd edin. Anlama mərhələsi A variantında verib. Anlama nə idi? Sadəcə izah edirdi və ya mənasını başa düşmək. Bu anlama mərhələsidir. Yuxarıda bu situasiyada anlama mərhələsi ilə bağlı heç bir məqam verilməyib. Ona görə də keçirik C variantına. Dəyərləndirmək. Baxın, dəyərləndirmək şagirddən son hökm və ya qiymət vermək əsas tələb deyil burada. Burada əvvəlcə məlumatları təhlil et deyir. Təhlil ediriksə, artıq burada təhlil etmə mərhələsi götürəcəyik. Ona görə də C variantı da deyil. Keçirik D variantına. Tətbiq etmək. Tətbiq etmək nə idi? Öyrənilən bilik yeni vəziyyətdə tətbiq olunur. Burada elə bir məqam yoxdur axı. Ona görə D variantı tamamən situasiyaya aid olmayan variantdır. Yaratmaq isə hər dəfə müəllimlər qeyd etdiyim kimi yeni kəlməsi. Bu kəlmə situasiyada varmı? Xeyr, yoxdur. Yeni məhsul və ya yeni ideya hazırlanması. Burada yeni bir məhsul və yaxud da yeni bir ideya hazırlanıbmı? Əlbəttə ki, xeyr. Ona görə də bizim doğru variantımız olacaq B.